Herkese salam. Bugün de deməli yeni videonun qarşınızdayım. Bugünkü yeni videomuz nədir? Yeni geyimlər gəlib. Həqiqətən də çox superdir. Gördüyünüz kimi həqiqətən mənim özüm çox xoşuma gəldi. Bunun ağı da xoşuma gəldi. Ağ rəngdə, qara rəngdə. Yəni bunun ikisini də götürərik yəqin ki, ən çox qara vacibdir. Qara çıxsa ağ lazımdır, ağ çıxsa qara lazımdır yəqin ki. Bir də güvənli elmas satışları üçün bizə müraciət edə bilərsiniz. Deməli 105 elmasın qiyməti 70 rublə, idinən həftəliyin qiyməti 111 rublə, idinən aylığın qiyməti 600 rublə. Yəni bu qiymətə heç arada yoxdur. Yəni ancaq Rusiyada yaşayan Azərbaycanlılar rubllə alanlar gəlib müraciət edə bilər. Yəni bu görürsüz, budan ucuzdur. Plus da qeyd eləyək, nəzərinizə çatdıraq. Aylıq məsələn bu da qeyd eləyək. Aylıq bu da 749-adır. Belə də 899, 600 rublə verirəm. 149 ay 179'a ama mən sizə 111 rublə verirəm. Gör nə qədər indirim eləmişəm. Yəni gəlib bu fürsətdən yararlana bilərsiniz. Əgər Rusiyada rublə elmas alan dostlarınız varsa, dostlarınıza deyə bilərsiniz. Hamısı gəlib müraciət edib elmasları güvənli şəkildə əldə edə bilərlər. Deməli keçək almağa, bunu almağa. Deməli tək ataq, bir dənə tək atışıq. Baxın. Tək çıxmaq şansım bilmirəm, olarmı ki 10. Görürsüz, tək getmir. Amma qəşəng planlar, şeylər verir ha. Amma baxın, qəşəng 184 verdi. 184 verdi, çox superdi ya. Pis deyil. Bu səfər çıxa bilər və indilərdə çıxmaq ehtimalı var, yenə çıxmaq. Biraz gözləyək belə. Öyle görək. Azca qalır çıxmağına dəymir. Bir amcı qalır, 3-4-cüdə belə çıxmır. Eyb yox. Əsas odur, belə yavaş eləyək, bəxtimizi sınayaq. Elə bil ki, biri 5000 elmasdır bulanın. Biri 5000 elmasa çıxır. Qara geyim çıxsa, qara geyim lap super. Ağ çıxdı. No, qaranı da almalıyıq. Əlimizə yapışmır ki. Qaranı da götürək. Amma bir dənə gözləyin. Yox, gözləməyin. Basaq. Təsəvvür edin, ağ təkrar çıxır. Ağ təkrar çıxsa, vay. İndi bu da 194 dənə çevirməyə çıxacaqdır. 4 dənə çevirməyə. Amma ki ağ çıxsa təmiz biavırçılıq. Ay. Söz tapamıram deməyə. Söz tapamıram deməyə. Yəni qarən mən sizə bir də pul vurastıram. Başım bırakıram mən. Boynum başım bırakıram, sağollaşıram bu da. Olmaz da, belə bəxt olmaz o kişi. Bu nə bəxtdir? Bir geyimdən sən maneçsə, nətər yəni 2 dənə verə bilərsən. Bir geyimdən 2 dənə verməyin sən mümkünsüzdür. Olmaz axı belə bir şey. Bir geyimdən sən manetə 2 dənə verə bilərsən. Ayda, bir geyimdən 2 dəfəm çıxmağı nə deməkdir? Bir geyimdən 2 dəfəm. Yoxdur da, yəni belə şey yoxdur. Belə bəxt yoxdur ki, yəni bir geyimdən kiməsə 2 dənə çıxsın. Yəni belə bir bəxt heç kimdə yoxdur. Deməli 5000 elmasda belə havaya tulladı. 5000 elmasda havaya tulladıq deməli. Qaraq, götürək. Oğlanları birinci götürək. Deməli açdıq, tamam.
Oğlanlar birinci vacibdir. Tamam. Tamam. Sonra 146 kız nətərdir? Bu kız da qəşəkdir. Bundan sonra bu qəşək ölüm. Hı? Elə bir fotoğraf qəşəkdir. Eyb yox. Ayda və yaxşı biz o boyda puanını alacaq. İkincini də alsaq təsəvvürən boşa tullamış oluruq. Neyse deməli buradan bir dənə çevirməni eləyirik belə. 150 oldu mu? Ha 150 oldu. Deməli bahalı deyə bunu alırıq 150'yə. Açırıq bunu. Tamam. Ha bir də bu oğlanın məndə şeyi var da ikincisi var. Oğlan ikincisini açaq. 200 verdi. 200 də çoxdur axı, lap çox verdi bu da. Yaxşı. Yenə hər şey səhv gəlir çıxıyor kişi. Yaxşı deyə aldıq mı? Tamam açdıq, aldıq. 80, 40'a profillər götürdük deyək. Hə, deyək götürdük. Quşanmaq yaddan çıxdı. Paylaş yox quşum. Bəs yaxşı, buna da pul xərcləsək indən sonra 5000 elmas boşa gedəcəkdi. Yəni həqiqətən boşa gedəcəkdi. Bir şey fikirləşmək lazımdır. Boşa getməsin deyə bir şey fikirləşmək lazımdır. Yəni çox bu dolğulu palto ona oxşayır. Maşallah. Ona oxşayır. Nə deyəsən? 701 oldu kassamız. 701 oldu kassamız. 701. Deməli. Belə bir şey. Ay. Profilinə paltardansa da profilinə gözəl, nə super. Profil nə qəşəng oldu. Ayda. Amma digər qara paltar çıxmadı. Qara paltar çıxsaydı lap qəşəng olardı. Necə edək, nə edək? Bir dənə fikirləşək. Qız geyimlərinə baxmalıyıq ha biz. Qız geyimlərinə baxaq, karakterimizi dəyişək. Qız qoyaq. Bu da qızlar hani. Qız qoyaq. Quşum. Karakteri qız qoyaq. Deməli qızın paltarına baxaq. Qızın paltarı bir bu. Bu qəşəkdir. Bu qız paltarı. Bu qız paltarı. Sonra bu qız paltarı. O ikisi oğlan paltarıdır. Qəşəkdir. Qız paltarları qəşəkdir. Qız paltarları qəşəkdir. Oğlandan yaxşıdır. Yəni oğlan paltarına baxanda qız paltarı yaxşıdır. Sonra oğlan bu paltar gözündəki nədir? 2021. Başa düşmədim. Onun gözündəki nədir? 2021-01-01. Nəyin işarəsidir? Sən bizə nəyin işarəsini verirsən əgərini? Hələ saatlı bombadır. Yox, Akbay paltarlarda bunlar. Ən yaxşı paltar elə o qaraydı. Qaranı da inşallah götürərik. Prosto o qaranı götürmək mənə biraz qəribə gəlir. Qara mən nətər götürəcəm. Gözünün deyəcəm səbəbini nəyə görə qəribə gəlir. Yəni puanlar boşa gedəcəkdi. Puanlar hamısı ortada boşa gedəcəkdi. Bilirsiniz hansı puanlar deyirəm. Bax bu veri parça bu parçaların hamısı boşa gedəcəkdi. Deyək bu da hamısını almışıq. Biz hər şeyi almışıq. 5000 elması da elə bir deyək ki neçə verəcəkdi? Belə eləyək, bəlkə belə də çıxar. Yox, hara çıxır, çıxası öyle. Heç çıxar. Neyse, bunun bilməm, bu videoda davamına gətirəkmi, yoxsa gələn videoda göstərərik bəxtsizliyimizi.
Deməli neçə çevirmə qalıbdı? 133 çevirmə zad qalıb təxmini. Bəli, bax bunu dedim. 127 yığıldı. Yaxşı deyək bunu aldıq. Bir dənə ad dəyişmə aldıq. Bundan alsaq lap qəşəngdir. Aha, bundan. Gəl bir dənə bundan götürək. Bir dənə bundan götürdükmü? Ad dəyişmə. Yerdə qalan hamısını da bundan götür. 16 dənə bundan. 16 dənə. Bir dənə sehirci küpümüz oldu. Gözləyin. Bir dənə sehirci küpümüz oldu. Sehirci küp. Geyimlərdən də bir dənə bunlardan birini götürərik inşallah. Bunların olsa hamısını alacaq. Yəni də birini götürərik. Yəqin ki bunu götürürəm. Və yaxud da ki bunu götürürəm. Bəli. Bugünkü bəxtsizliyimiz də bura qədər. Sağ olun, var olun. İnşallah gələn videolarda bəxtimiz gətirər, qəşəng şeylər çıxar, qəşəng şeylər olar. Hər biriniz sağ olun, var olun. Özünüzdən müğayət olun. Allah'a emanet olun.